اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للمتقين، ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد. اللهم صل على محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، سيما ناموس الداهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف، ولعنة الله على أعدائهم أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, Nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcillinə salavat ediyələ. اللهم صل على محمد وآل محمد. Xudavənd-i Müteal gələn günlərimizi xeyir eləsin inşallah. İbadət, itaətlərimizi qəbul eləsin. Və yer üzərində Qur'an-ı Kərimin, həqiqətlərin, İslamın bayrağını uca eləsin inşallah. Bəhsimiz İsra surəsində 61-ci ayə ki, ərz elədik təzə bir mövzudur. Xudavənd-i Müteal Qur'an-ı Kərimdə bu hekayəni, Adəm İblis hekayəsini dəfələrlə Xudavənd-i Müteal toxunub, Qur'anın demək olar hər yerində toxunub bu söhbətə ki, İblislə Allahın söhbəti, İblislə Adəmin söhbəti, Adəmlə İblisin söhbəti, Adəmlə Allahın söhbəti, bu cümlə əlbəttə bəlkə də hardasa düzgün olmaz işlətmək. İstəmirəm İblisi daxil eləyəm bu həndəsi üç bucağa. Amma məsələ budur. Allah, Adəm, İblis. Yəni bu üç bucaq, estağfurullah, pənah varım Allaha. Əlbəttə ki, İblis bu üç bucağa daxil ola bilməz. Amma da indi görünən budur. Görünən budur ki, Xudavənd-i Müteal Adəmi xəlq edir, İblis var idi, İblisə əmr edir, səcdə et, o da etmirəm. Sonra məsələ orada nədir? İxtilaflar düşür, aləm deyir bir-birinə. İblis qayıdır Allahın üzünə. Allahın əmrindən nədir? Çıxır, hökmündən çıxır. Və bu hekayəni ərz elədim ki, bu həndəsi fiqur, bu üç bucağı Qur'an-ı Kərimdə Xudavənd-i Müteal tez-tez bəyan edir ki, insan bilsin. Bir var ki, insana ömürdə bir dəfə deyəsən ki, düşmənin kimdir? Bir də var hər gün ona deyəsən nədir? Düşmənin kimdir? Bunların arasında yəqin ki, nədir? Fərq var. Məsələn, ildə bir dəfə bir nəfər üçün ki, düşmənin filan kəsdir, bir də getdi bir ildən sonra. Amma hər iki vərəqdən bir insana deyəsən ki, əduvvun mubin, əduvvun mubin, əduvvun mubin, açıq-aşkar düşməndir bu iblis, açıq-aşkar düşməndir. Hə, deyir, Adəm, indi əlbəttə biz başqa surələrdə qismət olar, bu surə qutarar, digər surələrə keçərik, o surənin içində keçərik o bəhslərə. Amma Xudavənd-i Mütealın İblislə ki söhbəti var. İblis orada deyir, ənə xeyrun minhə, ən üstün söz və iblisi iblis edən kəlmə. Ənə xeyrun minhə. Ənə yəni mən.
ənəniyyət deyirlər ona. Əxlaqda ənəniyyət. Ənəniyyət yəni ərəb sözüdür. Ənə. İnsan mənəmçilik eləyir. İblisin bu üçbucağı pozması oradandır. Ənəniyyətdən, mənəmçilikdəndir. Ki, mən belə elədim. İnsan nə qədər o məni qabartsa, qabartdıqca o üstə gəl iyisi yadından çıxacaq, unudacaq onu. Unudandan sonra ki, daha insan ki, mən elədim, qırağa heç nə qalmadı axı. Qırağa heç nə qalmayandan sonra keçəcək, özündən kənarda axtaracaq o xəta və səhvləri özündən kənarda. Elə ki, insan getdi özündən kənarda axtarmağa, özünü itirər. İnsan ki, özünü itirdi, məsələsi həllidir. Bizə tapşırılan budur ki, özünüzdən muğayət olun, özünüzü itirməyin. Biz ki, o bəhs eləmişik mərifətdə, 94 dərs bəhs eləmişik onu. Əlbəttə, o bəhsimizdə yarımçıq qalıb elə orada. Allah qismət eləyər, onu tamamlayarıq. Orada biz hansı aya, Maidə surəsi 105-ci aya haqqında danışırdıq ki, ey möminlər, əleykum ənfusakum, özünüzdən muğayət olun. Onun üstündə danışmışıq ümumi o söhbətləri. Allah Teala bizi özümüzü özümüzə tapşırıb ki, muğayət olun. Biz də özümüzü atıb getmişik başqalarının üstünə. Bu nəyə oxşayır? Dünyada gedən bu proseslər ki var. Görürsən ki, bir nəfərə tapşırıblar ki, bu 350 milyonun çörəyin ver. Bu 350 milyonun çörəyini əlindən alıb bir yerə topalayır, gedir 90 milyonun üstünə ki, onun da çörəyi onun əlindən alsın. Yəni, özününki də məhv olub burada. Bunu tapşırıblar ki, bundan muğayət ol. Bunu da əlindən alıb. Gedir indi bunun çörəyi ilə gedir 90 milyonun üstünə ki, gəlsin onun da çörəyin oradan nədir? Alsın. İş niyə belə olur? Çünki işi tapşırıblar tacirə. İşi tapşırıblar tacirə, özdəki o qədər həris tacirə ki, yəni bu yedizdirməz heç kəsə, bitki çörək belə nədir, verməz heç. Birdən əgər bir nəfər ağzını tərpədir ki, deməli nəsə bunun ağzında var, bunu yiyər, açar ağzını, o da çıxartar onun ağzından. Belə bir həris tacirə ki, bu iblisdir də, yəni bunu eləyən iblisdir, iblis xüsusiyyəti. Nəsə, və iz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu. Allah Teala buyurur ki, və elə ki, biz dedik mələklərə, səcdə edin Adəmə fəsəcədu. Onlar da etdilər. Niyə? Çünki onlarda nəfs yoxdur, mane olsun. Həsəd, kibr, kin, küdurət yoxdur. Onlar ticarətlərinə baxmırlar. Onların nəfsi yoxdur, ticarətlərinə baxsınlar. Onlarda sırf ağıldır və ağıl. Ağıldan başqa yəni bir şey yoxdur, sırf ağıldır. Allah ki buyurdu ki, gedin Adəmə səcdə edin, bunlar da getdilər, düşdülər səcdəyə. Fəsəcədu etdir. İlla iblis. İblis çıxdı oradan, dedi, etmirəm. Keçən dəfə ərz elədim sizə ki, niyə burada Xudavənd Mütəal başqa yerdə deyib ki, biz dedik mələklərə və iblisə, hamısı etdi, iblis etmədi. Bu ayədə elə bir ki, iblis işlənir mələklərin içində. Burada iblis yoxdur axı. Və dedik ki, iblis nədir? Cindir, mələk deyil. Bəziləri bu ayəyə görə deyirlər ki, iblis də mələkdir. Xeyr, iblis mələk deyil. Quranda Xudavənd Mütəal buyurur ki, Kana minəl cin, o cinlərdən idi. Cindir iblis. Amma o qədər əbanın altında gizlənmişdi, dünyəvi dildə desək, kütləvi informasiya vasitəsi, kiv əlində idi, bəzəmişdi özünü. Bəzəmişdi özünü, o qədər bəzəmişdi ki, hamısı deyirdi ki, bundan pak yoxdur. Bugünkü müasir dildə danışmaq olar da belə. O qədər bəzəmişdi özünü, indi bəzəyənləri görürsünüz də. Bəzəmişdi özünü ki, deyirlər ki, ən pisi oydu, ən yaxşısı budur. Ən pis də ki, deyirlər pisdir, ki, ən yaxşıdır, o da bürünüb əbasına dayanıb. Bunlar da nədir? Elə həyasızlıqlarından həyadan danışırlar.
Gizlədiblər özünü. İblis də gizlətmişdi özünü. Əbanı atmışdı başına. Mələklər də baxırdı ki, bəh-bəh. Bəh-bəh. Nə qəşəng namaz qılır. Nə qəşəng danışır. Ağzından dür tökülür bunun. Belə qalə əmr gələn kimi ki, səcdə edin, qalı iblis dilə gəldi. Mənası bilsən nə dedi? Mənə dəyənə qədər mən yaxşı adamam. Elə ki dəydin mənə, Allah olsun belə, nəuzubillah, ələyyazubillah. Dəydin mənə, mən dəyəcəm sənə. Belə o məcazi mənada, dırnaq içində belə fitri istedadı olan adamlar var. Ki o qədər özlərini gizlədirlər, bilmirsən kimdir. Dəydin ona, dəyən kimi, çıxdı üzə. Hə, bu iblis də gəlib girib mələklərin içində olub mələk. Mələklər də deyir ki, elə biz varıq, iblis də burada. Az qalıb iblis peşinamaz dayansın. Təsəvvür edirsiniz, az qalıb çatsın ora. Bəlkə də dayanıb, bilmirəm. Amma oxuduqlarıma görə az qalmışdı ki, peşinamazlığa çatsın. Mələklər üçün ki, keç qabağa. Biz sənə iqtida eləyək. İblis belə bir həddə gizlətmişdi özünü. Yəni siz iblisi elə belə varlıq bilməyin. Bəli, Xudavənd Mütəal buyurur ki, zəifdir. Məkri də zəifdir, hiləsi də zəifdir. Kimin üçün? Özündən müğayət olan üçün. Sən əgər özündən müğayət olmayacaqsansa, o çox hiləgərdir. O çox hiləgərdir. O deyir, dünya müasirləşdikcə iblisin də hilələri müasirləşir. İblis də müasirləşir. Yəni sizin fikriniz getməsin köhnə iblisə ki, bıynuzu var idi, quyruğu var idi. Yəni ora fikriniz getməsin. O iblis artıq indi qəşəng don giyinib. Sarı don ola bilər, kürən don ola bilər. Donlar giyinib bu. Bildin? Yəni düşüb ortalığa bu işləri görür. Qalə iblis dedi ki, əscudu limən xələqtə tina. Sən mənə deyirsən ki, mən gedim torpaqdan yaranana səcdə edim. İndi qabaqda bir dənə də ayə gələcək. Hələ biz bu ayədən çıxmamışıq. O ayəni deyim inşallah bəhsimiz çatanda bir də bəhs edəcəyik. Qalə ərəəytəkə hazəlləzi kərrəmtəni, kərrəmtə aləyyə. Biz belə bir cümləni bir nəfər atasına desə, biz qıraqdan eşitsək, deyərik bu həyasızdır. Yəni, bir də var insan Allaha qayıdı bu sözü deyə. Çox xətərli sözdür. Gör, yəni insan bir dənə cümlə ilə, insan deyəndə yəni ki varlıq bir dənə cümlə ilə necə çönər belə? Mənim sizin ritorik sualım bu deyə cavabını istəmirəm. Özünüzə cavab tapın, deyin. Yəni ritorik. Yəni necə ola bilər ki, bir varlıq Əmir əl-Möminin soruşurlar dedi. İblis 6000 il ibadət edib. 6000 il ibadət edən bir varlıq qəfil Allah deyir ki, səcdə elə. Gör nə deyir? 62-ci ayə. Biz elə 61-i danışırıq. Gəlcək ya üstünə yəni qalə ərəəytəkə hazəlləzi kərrəmtə aləyyə. Yəni ağır sözdür bu. Burada ərəəytəkə deyir iblis dedi Allaha. Ərəəytəkə. Mənə bunu göstərsən. Əli ilə göstərir Adəmi. Mənə bunu göstərsən. Bundan mənə xəbər versən. Bunu məndən üstün qərar vermirsən. Bu nə? Yəni belə danışır Allahla. Təsəvvür edirsiniz. Ləin əxxərtəni ilə yevmil qiyamə. Məni saxlasan qiyamətə qədər. Ləəhtənikənnə zurriyyətəhu illə qəlilu. Sən məni saxla qiyamətə qədər. Öldürmə məni. Gör mən bulan başına oynaşacağım. İpi salacağım boğazlarına. Ləəhtənikənnə. İpi salacağım boğazlarına. İlla qəlilən oradan bir dəstə salamla çıxacaq. Hamısının boğazını salacağam bu ipi. Sən mənə hələ ömrümü uzat. Yəni sən məni
6000 ildir də yaranmışam. İndi 100 ilə də öldürəcəksən məni. Mən bu 100 ilə heç nə eləyə bilmərəm. Məni qiyamətə qədər saxla, gör mən bulan başına oynaşacağam. Allahla danışır ha. Yəni belə bir hörmətsizcəsinə. İblis belə varlıqdır. Yəni bizdə də üzr istəyirəm mötərizə arasında biraz qəliz danışaram. Hamımızdan üzr istəyirəm, eşidənlərdən də üzr istəyirəm. Yəni bir nəfər atası ilə belə kobud raftar eləyəndən biz oturub süfrədə çörək yemirik. Hə? Özümüzə də sıxışdırmarıq ki, o adamla oturaq çörək yeyək. Sən atovu döyən adamsan, sən atovu söyən adamsan, sən atovun üçün hiylə quran adamsan. Nə bilim nələr. Mən də səninlə mənə də sabah görərlər ki, Səxavət də bu ilə oturub. Deyirlər ki, Səxavət də elə onun dayıdır. Adam belə adamla oturur. Məsələn, sənə deyirlər ki, İraq bizdən ha. Sənə deyirlər ki, İraq bizdən. Bizdən kimsədir, Trumpla oturub çörək yeyir. Deməzlər ki, bunun altında nəsə var. Sən ara, Trump ara. Yəni sən elə deyil. Elə bir ki, belə bir adamdır, atasına qayıdan adam belə bir adamdır. İblis də qayıdıb Allahın üstünə. O bir cümlə var idi ya, deyirdi. Allahın dilindən mənbəyin bilmirəm. Sənədin bilmirəm. Deyir, Allah dedi insana ki, insan. Mən bu iblislə sənə görə düşmən olmuşam. Mən də sənə görə düşmən olduğumdan sən gəlib dostluq edirsən. Bunu deyərlər də adama. Yəni sənədi var ya yoxdur. Bu cümlə havada deyil. Yəni arxası var bu cümlənin. Deyərlər də. Deməzlər yəni. Allah düz sözdür. İndi kimsə Allahın bilmirəm adından danışıb ya nədirsə, amma düzdür. Belədir. Yoxsa ki, iblis qalmışdı da orada. İbadətini eləyirdi, içindəki də içində. Haçansa öləcəkdi, qutarıb gedəcəkdi. Amma buradan insan xəlq oldu. Sonra deyən kimi ona səcdə et. O da etmədi. Allahla oldu düşmən, Allah da oldu ilə düşmən. Niyə görə? Bir də səcdəyə görə. Kimə? Sənə. O sənə səcdə etməyib. Mən o ilə düşmən olmuşam. Sən də gəlib o ilə dostluq edirsən. Bilmirəm bunun adı nədir. O tərəfdə nə deyirlər bunun adına? Bəli. Əraf surəsinin 12-ci ayəsində Xudavənd Mütəal buyurur ki, Ənə xeyrun minhə. Burada qalmışdıq. Mən bayaqdan danışıram. Keçən dəfə demədiklərimi də dedim müqəddimətən. Ənə xeyrun minhə. Bir daha cümlə ərz elədim ha. Mənəmçilik. Mən ondan üstünəm. Ənə xeyrun minhu. Mən ondan yaxşıyam. Üstünəm. Elə bir Allahın sözünün üstünə nə qoydu? Söz qoydu. Allahın hökmünün qabağına hökm çıxartdı. Hökm qoydu ki, mənəm elə. Yəni, əstəğfurullah, ələyazı billah, nəvazı billah. Allaha deyən sən bilmirsən. Sən bilmirsən, mən bilirəm. Mən insanı belə eləyir ha. Trump'ı da görürsünüz, deyir, mən, nə qədər mən deyər. O mən çürütdü səni. Qıraqdan baxan da fitrəti salamat olanlar bilirlər ki, bir adam ki, çox mən deyir, boş adamdır. O çox boş adamdır. Çünki iblisdə də belə idi. Nə qədər mən deyirsən? Xudavənd Mütəal belə baxdı iblisə. Əstəğfurullah, öz sözümlə deyirəm ha. Mislin ki, Allah Teala baxdı iblisə, başqa ayələr var da, buyurur ki, bəli, mən gecikdirdim səni. Əlbəttə, sən deyirsən, qiyamətə qədər, yox, mən səni qiyamətə qədər saxlamaram. Mənim də öz planlarım var. Məlum olan günə qədər səni saxlayıram. Məlum olan gün qiyamət deyil. İmam Zaman ağanın gəlişidir, inşallah. Buyur ki, məlum olan günə qədər səni saxlayıram. Yəni, sən iblis, mən ki, nümayəndəm var, axırıncı nümayəndəm. İmam Zaman ki, deyirik ona. Mən axırıncı nümayəndəmi göndərəndə, mən daha səni məhv edəcəyim. Sən olmayacaqsın. O elə bir, İmam Zaman ağanın dövləti elə bir dövlətdir ki, kürəvi dövlət. Aləmə aiddir, kürəvi dövlət. Orada ancaq günah nəfslə olacaq, iblislə yox. Nə olacaqsa nəfsin bildikləridir. Da iblis gəlsin, vəsvəsə eləsin, söhbəti yoxdur. Nə edəcək, nəfs edəcək. Da orada bir ölkə hücum eləsin, başqa bir ölkə, əvvəla ölkə olmayacaq, sərhəd olmayacaq. Bütün sərhədlər götürüləcək. Fikrimi çatdırmaq üçün deyirəm.
Ya millət deyək, bu millət o millətə hücum eləyəcək, onların uşaqlarını öldürəcək, nə bilim filan olacaq, beşməkə olmayacaq. Orada da o yoxdur. Çünki sırf nəfs onu etmir. Nəfsi qıraqdan nədir? Oynadan var onu eləsin. O da iblisdir. O deyir də. İblisin məlun olmaq səbəbi. Ki bu iblis niyə məlun oldu? Məlun yəni lənətlənmiş. Niyə bu iblis lənətləndi? Hicr surəsinin 33-cü ayəsində Xudavənd Mütəal buyurur: "Qalə ləm əkun li əscudə li bəşərin xələqtəhu min səlsalin min həməin məsnun." İblis dedi Allaha, cavab qaytarır Allaha. Dedi, mən sənin bişmiş belə torpaqdan xəlq etdiyin ya bir sudan xəlq olan belə mundar sudan xəlq etdiyin bir varlığa buyurur ləm əkun li əscud. Allah buyurur ki, iblis dedi ki, ləm əkun li əscud. Etməyəcəm, mən səcdə etməyəcəm. Özü dedi ləm. Burada ləm əkun daimi deyir yəni. Allah Teala elə danışır, xəbər verir ki, yəni iblisin qayıdış yeri yoxdur. Yəni tövbə yoxdur. Onlar ki deyirlər cəhənnəm əbədi deyil, bədbəxtdirlər onlar. Çox bədbəxtdirlər. Minimum bir də varlıq orada əbədi qalacaq, o da iblisdir. Çünki deyir axı ki, mən heç vaxt etməyəcəm. Əbədən etməyəcəm və mənim etməməyim istimraridir. İstimrar yəni davamiyyətlidir. Yəni haçansa birdən edərəm söhbəti yoxdur. Yusuf surəsində buyurur, ən xətərli yer buradır. Ma yu'minu əksəruhum billah illa və hum müşrikun. Ən xətərli yer buradır. Buyurur ki, möminlərdən çoxu var ki, onlar adları budur ki, Allaha iman götürüblər, amma müşrikdirlər. Mömindirlər, amma müşrikdirlər. Şeytanın vəsvəsəsi bir insanın insanlıqdan çıxmasıdır. Yəni fikirləşdin ki, bir insan insanlıqdan çıxıb, o iblisin vəsvəsəsinə görə çıxıb. Ona görə bayaq ərz elədim ki, tək nəfs onu eləmir. Nəfs onu bacarmaz. Biz bəhs eləmişdik. Bu sonradan iblisin başına gəliblər bunlar. Deməli, iblis olmasaydı, bizim fikirləşdiyimiz bu Firon, Qarun, ya köhnə Firon, Qarun, ya təzə Firon, Qarunlar, bunlar misal üçün bu həddə olardılar mı? İblis olmasaydı olmazdılar. Çünki nəfs o boyda tuğyan eləmir. Tək. Gərək onu qıraqdan nədir iblis vəsvəsə eləsin. İblis olmasaydı, vəsvəsəsi olmasaydı, insan günah edəcəkdi, amma insanlıqdan çıxmayacaqdı. Bildiniz? Yəni elə ora qədər. İnsan ola günah edəcəkdi. Amma iblisin vəsvəsəsi insanı insanlıqdan xaric edir. Onu insanlıqdan çıxardır. Ona görə deyir ki, şeytan birinci mərhələdə iğva və vəsvəsə edir, insanın içinə yol tapır. Ondan sonra onun insanlıq gövhəri ki var, o gövhərini satın alır. Elə ki, bir nəfər, indi belədir dünyada, yaşınız da var, bilirsiniz. Dünya elə bir yerdir ki, əgər əlbəttə səmimiyyətdən söhbət getmir burada, qeyri-səmimiyyətdən, nəfsani şeylərdən söhbət gedir. Məsəl üçün, pulun varsa sənin yanındadır. Nəfsani. Onlar ki, dostdular, dostluğu heç nəyə görə etmirlər. Allaha xatır eləyirlər ki, onların arasında heç bir şey yoxdur. Onlar elə kasıbdılar, dostdular. Sonra ikisindən biri ya hər ikisi milyoner olur, yenə dostdular. Sonradan ikisi yenə kasıb olur, yenə dostdular. Belə haçan baxırsan dostdular.
Bu olub da, olmayıb da, bunlar nə deyirlər? Dostdular. Buradan bəllidir ki, burada səmimiyyət var. Söhbət oradan getmir. Söhbət bu birisi tərəfdən gedir. Məsələn, bir nəfərin əlində sən xəbər tutdun ki, İraq bizdən. Sən xəbər tutdun ki, bir nəfərin əlində böyük karatlı bir dənə brilyant var. Böyük karatlı, özü də bir dənə də deyil. 1000 dənədir. Görürsən, hamısı yaşımın dövrəsinə. Bu qəşəng elə belə şey deyil. 1000 dənə böyük karatlı, böyük brilyant bugünkü dilləndisi trilyona qədərdir bunun qiyməti. Belə çoxdular. İndi bu ortalıqdan bu brilyantı götürdün. Onda bəlli olacaq. İnsanın insanlığı insan olduğu üçün deyil. Onda insanlıq gövhəri olduğu üçündür. O gövhəri ki götürdün ortalıqdan da gövhər getdi. Gövhər gedəndən sonra da ortalıqda heç nə qalmaz. Bəs insanın insanlığı onun gövhərliyindədir. Ki Allah Teala xəlq edən ona bir gövhər verib. Yəni mənə, sənə, ona insan kimi Allah Teala hər bir insana doğulan kimi ona bir gövhər verib. Gələ bu brilyant saxla. Mən də brilyant deyirəm, əlbəttə brilyantla ölçülməz o. Sadəcə olaraq da indi qiymətləndirilmə nə ilə gedir? Brilyantla gedir, qızılla gedir, belə şeylə gedir. Mən bunu ərz edirəm. Bəli, Allah Teala xəlq edən kimi bir də ona ruh adlı deyək, ağıl adlı deyək, qəlb adlı deyək məsələn. Bir gövhər verib gələ bunu diri, get. İndi 30 il, 40 il, 50 il, 100 il yaşa gəl. İblisin işi bundan bu gövhəri almaqdır. Necə o brilyantı aldın da bunun yanında heç kəsi yoxdur. Bunun da əlindən bu gövhəri aldın. Daha bundan o Ayətullah Cavadi Amuli, Allah onu salamat eləsin. Ustad Cavad ağa buyurur ki, ey insan, səndə bir gövhər var, indi qızıl gül kimi deyirdi. Sən bir qızıl gülə bənzəyirsən. Ətrin üstündədir. Özvi iblisə satma. Satson, sənin ləçəklərini götürəcək, sıxacaq sən gülavvi alacaq və səni zibilliyə atacaq. Özvi Allaha sat ki, həmişə gül kimi qalasan, ətrin də daim üstündə olsun. Daha sən zibillik əşyası olma. Elə orada qal. Həmən gövhər odur ki, iblis birinci addımı vəsvəsə, ikinci addım gövhəri almaq. Məqsədi vəsvəsədən nədir? Gövhərdir. Deməli, elə birinci məsələsi nədir? Birinci məsələsi gövhəri səndən almaqdır. Əraf surəsinin 176-cı ayəsində buyurur ki, elə ki gövhəri aldı, buyurur, ulaikə kələ'ən'am bəlhum əzəl. Onlar heyvan kimidirlər, bəlkə heyvandan da aşağıdırlar. Buyurur ki, əş-şeyatinəl insi vəl cin. Onlar şeytanlardılar. Amma cindən ibarət şeytan və insandan ibarət şeytan. Artıq ki gövhəri götürdüyü, sən hər şey səndən gözlənilir. Trabdan görsən, iblis alıb gövhəri, ondan hər şey gözlənilir. Yəni bunun üçün fərqi yoxdur. Ana öldü, bala öldü, uşaq öldü, bətində öldü, belə öldü. Onun üçün fərqi yoxdur. Yoxdur da bu adam üçün fərqi yoxdur. Əgər adam demək mümkündürsə, bunun üçün fərqi yoxdur. Bu artıq insi cindir. İnsi iblisdir. Allah Teala'da buyurur. Əş-şeyatin əl-cinni vəl ins buyurur ki, onlar şeytanlardılar. Hansı ki ibarətdir həm cinlərdən, həm insanlardan. Xudavənd Mütəal ki buyurur, onlar heyvan kimidirlər, bəlkə heyvandan da aşağıdırlar. Bəziləri deyir ki, Allah Teala təhqir eləyib. Ustad buyurur ki, xeyr, təhqir eləməyib. Bəlkə Allah təhqiq edib. Təhqir etməyib. Yəni insan heyvan kimidir, yəni ey heyvan pisdir. Xeyr. Allah Teala burada təhqir etməyib heyvanı, insanı heyvana oxşadıb. Yaxud insanı təhqir edibsə heyvansan. Təhqir etməyib. Təhqiq edib, təhqiq. Yəni haqqını əda edib. Bilsən niyə? Haqqını əda etmək budur. Mən onu elə xəlq etmişəm. Nəfsi var, ağlı yoxdur. Mən səni xəlq etmişəm. Ağlın da var, nəfsin də var. Təhqiq edirəm. Sən ondan üstünsən. Əgər səndən bu ağıl götürüldü ki, bu ağıl bunu eləməz, nəfs edər, onda da var, sənlə bərabərsən.
Bildin? Allah buyurur ki, mən təhqir etmirəm. Təhqiq edib görürəm ki, bəli, ağıl götürüləndə belə olur. Mən sənə 2 şey vermişəm, ona 1 şey. Onda nəfs var. Səndə nəfs üstə gəl ağıl var. Sən əgər ağlı kullanmırsan, işlətmirsənsə, qoymusansa qırağa, səndə də nəfs. Onda da nəfs oldu kəl ənam. Hə? Sən ki, onda olmayanı səndə var idi, itirmisən, bəlhum əzəl, ona görə də aşağısan. Aşağısan. Burada heyvan oldu üstün. Niyə? Çünki heyvan heç nə itirməyib axı. Düzdür? Heyvanda gövhər yox idi. Heç nə itirməyib. Səndə var idi gövhər, sən itirmisən. İtirən aşağıdır. Düzdür? Allah Taala, yəni bəziləri deyir ki, təhqir olub. Allah Taala buyurur, mən təhqir etməmişəm insanı. Mən təhqiq elədim, bildim ki, bəli nədir? Budur, yəni haqqını əda elədim bu mənada. Bu bir dəfə İmam Səccad əleyhissalam kimi görsənir ki, eşitmisiniz də, bəhsini eləmişik. 47 yarım saat. Deməli, İmam Səccad əleyhissalam deyir, Kəbənin yanında idi. Bir nəfər də kör əshab ağanın yanında. Səs-küy də çoxdur. Qışqırışırlar, ləbbeyk, məndən nə belə qışqırırlar. Hər bir şey qışqırır Kəbənin ətrafında. Bu kör də ses çox olduğuna görə deyirsən, adam çoxdur da. O kör dedi ki, İmam Səccada ki, mə əqsərəl həcic. Nə çox həci var. İmam Səccad kördür, görmür. Amma İmam Səccad həm əvvəla gözü açıqdır, insanları görür, həm də ikinci gözü açıqdır. Deyir ki, lə taqul mə əqsərəl həcic. Demə hacı çoxdur. Və ləkin qul mə əqsərəl əcih. Demə hacı çoxdur. De ki, əcih çoxdur. Əcih yəni səs-küy çoxdur. Sonra barmağını açdı. Barmağını açdı, o körün o birisi gözü açıldı. Barmağın baxdı, gördü ki, bir iki də adam fırlanır, qalan hamısı heyvanatdır. Bu bir dəfə belə görsənir. Nə ki, Xudavənd Mütəal uləkə kəl ənam bəlhum əzəl, onlar heyvan kimidirlər, bəlkə aşağıdırlar. Bir dəfə barmaq arasından baxanda bir dəfə belə görsənir. Yəni kəşf və şuhud. Yəni şuhudan görsəndi. Bir dəfə limən kana ləhu qəlbun kimi görsənir. Ki onların deyir, bir kəslər ki, onların qəlbləri var. Limən kana ləhu qəlbun. Onların ki, qəlbi var, Xudavənd Mütəal buyurur. Onlar o məqama, mənzilə çatmayıblar. Yəni, çatmamısansa, heyvanda da qəlb olmadığına görə, səndə nədir? Hərəkətlərin heyvanvarıdır. Heyvanvari. Əgər heyvanvari hərəkət edirsənsə, ona görə insanlar deyirlər, Nəuzubillah, üzr istəyirəm hamımızdan. Hərdən deyir ki, filan kəs heyvan kimi hərəkət edir. Niyə görə bunu deyir? Niyə ona deyir bunu? O hərəkətinə görədir ya, nə özü heyvandır. Hərəkətinə görə. Çünki bu heyvandan umulmur. Birdən əgər heyvan bir pis hərəkət eləsə, nə deyirsən ki? Heç nə. Keçib çıxıb gelirsən. Uzaqbaşı hətta təbəssüm də eləyirlər. Böyle gülürlər, keçirlər. Yəni heyvandır da. Heyvan üzrüsə şıllaq atar da. Uzun qulağın işi nədir? Şıllaq atmaq odaqdır da. Yəni bu misal üçün bəzən də şıllaq atanda baxırsan sən gülürsən. Amma insan şıllaq atanda sən gülmürsən. Sən gülmürsən. Çünki burada gülməli heç nə yoxdur. Orada mümkündür gülməli olsun. Niyə? Çünki onun ağlı yoxdur, ondan gözlənilir. Bundan gözlənilmir bu hərəkət. Mən bundan umuram ki, bu şıllaq atmasın, amma atdı. Söhbət odur. Deyir, limən kanə ləhu qəlbun. Deyir, Allah Teala buyurur ki, mən bir insan xəlq etmişəm, limən kanə ləhu qəlbun. Onun qəlbi var, amma heyvanın qəlbi yoxdur. Sən də bu qəlbi ki, gövhərdir, satmısan, iblisə, olmusan heyvanla nədir? Bərabər. Bu da onun kəşfi nədir? Şuhududur. Əmir əl-Müminin buyurur ki, Nəhcül Bəlağədə 87-ci xütbədə buyurur, fəssurətu surətu insan.
Buyurur ki, üzü insan üzüdür. Vəl qəlbu qəlbu heyvan. Amma qəlbi nədir? Heyvan qəlbidir. Bu 61-ci ayə. 62-ci ayə, elə yetişdik, biraz danışım ondan. Qalə ərəəytəkə hazəlləzi kərrəmtə aləyyə ləin əxxərtəni ilə yevmil qiyaməti ləəhtənikənnə zürriyyətəhu illə qəlila. Ayə mənası təqribən belədir ki, bayağı da ərz elədim. Qalə, iblis dedi, ərəəytəkə, mənə göstərirsən. Rəəytəkə, yəni sənin mənə göstərdiyin. Bu deyil sən mənə göstərdiyin. Budur sən mənə elədiyin. Amma ərəblər bunu çeviriblər, təfsirçilər. Deyiblər ki, ərəəytəkə, yəni sənin mənə göstərdiyin budur, yəni sənin mənə xəbər verdiyin budur. Yəni göstərməyi xəbər mənasına çeviriblər. Hazəlləzi, bunu ki, kərrəmtə aləyyə, məndən üstün eləmsən. Yəni bunu məndən üstün eləmsən. Hərdən bizdə də elə işlədirlər o cümləni. Yəni deyir ki, mən neyləmişdim ki, sən məni filan kəslə dəyişdin, yəni. Yəni satdın da məni. Dəyişdin məni oyuna. İblis də mislin ki, belə bir şey Allaha deyir. Yəni, amma iblis bir şeyi başa düşmədi. Bunu mən danışım, örtürəm kitabı. Amma axırda bu cümlələri deyim qutarım oyla. Neyi başa düşmədi? Bəhsə əvvəldən başlayacağım. Neyi başa düşmədi iblis? Əsas məsələ budur. Baxın, məsələn, misal ərz edirəm. Mələk 1000 tonluq bir əşyanı işarə ilə qalxıza bilər. 1000 tonluq. Bunu insan eləyə bilməz. Mümkün deyil. Yəni, mahaldır ki, insan 1000 tonluq bir əşyanı, bir daşı, neysə, əli ilə qalxızsın. Bu mahaldır. Mümkün deyil. Heç bir variantda mümkün deyil. Amma bunu mələk eləyə bilir. İndi insan ki, qadir deyil, mələk qadirdir. İnsan ki, maddədir, qadir deyil. O nədir? Maddə deyil, qadirdir. Bu o deməkdir ki, bu əskikdir. Bildiniz? İblis bunu anlamadı. Bu böyük bir mövzudur. Şər və xeyir mövzusudur. Bunu yadda saxlayın. Haçansa inşallah geniş bir bəhs eləyərik. İndi özüm də hələ mütaliə edirəm onu. Tamamlayam. Deməli, Allah Taala ki, iblisə dedi, ona səcdə et Adəmə. Mənası bu deyildi ki, sən nəsən? Əskiksən. Mənası o deyil. Əmr gəldi, gərək edəsən. Belə baxanda iblis mələklərdən aşağıdır. Niyə? Çünki onlar pak xəlq olublar, pakdılar, elə pakda qalacaqlar. Amma bizdə nədir? Bizdə xəta var, onlarda yoxdur. Bizdə səhv var, onlarda yoxdur. Onu indi o birisi bəhsdə eləyəcəm. Allahın izni ilə. Deməli, burada Allah kim dedi mələklərə və iblisə səcdə edin Adəmə, bu hökmüdür, ilahi hökmdür. Necə ki, Adəmə etmə heç, elə mənə etmişdin 6000 il, o ki 6000 il ibadət etmisən, məsələn, namaz qılmısan, mən demişəm qılmısan da bu namazı, indi bir dənə də mən deyirəm sənə ona elə, bir dəfə ona elə, mələkə də demişəm, sənə də demişəm. Əgər əskiklikdirsə, ancaq sənə deyərdim, onlara deməzdim. Əgər səcdə etmək əskiklik götürürsə, əslində sənə deyərdim, onlara deməzdim. Ya onlara deyərdim, sənə deməzdim, ayırardım. Amma hökm ümumi gəlib ki, ey mələklər və iblis səcdə edin. Bu əskiklik deyil. Necə ki, mən qalxıza bilmirəm 1000 tonluq bir daşı mələk qalxızır, bu mənim üçün nöqsan sayılmır. Niyə? Çünki mənim qalıbıma aid deyil. Bəzi yerlər var ki, mələk ara, insan ara. Elhamdülillahi Rabbil alemin. Peyğəmbər və əhl-i beytinə salavat edəyim. Allahümme salli ala Muhammed ve ali Muhammed.